Çok dertliydi, ne olsun. Donuyorum. Ya papağımı çıkardığımda insan okşuyor. Bu kadar mı fark eder? Hara gedirik? Xəccə Friends'dən kuşka almağa gedir. Kuşka. Bir aydır, 2 aydır, 3 aydır ad günündən bu yana McDonald's Friends menüsü gələndə 500 qalıb gülüb durur ki gəl o kuşkanı alsın. Gedir. Pulsuz, şüpheli. Can sıxdım, təncə nəfəs oldum. Sınağa gedirik uşaqlar. Görürsünüz ki, yolda da oxuyuram. Niyə? Çünki çox oxuyan uşağam. Xeyr. Çünki oxumamışam, gecə yatdım və oxumadım. Alsu hanım sonunda təşrif buyurdu. Qrupçu aramızda sekret Santa elədik və mənə biricik arkadaşım Aydan çıxdı. İstəyirəm qəşəng bir şey alım ki, çox mutlu olsundan. Böyük ehtimal eləyəcəyimiz son sekret Santadır. Aydan bir oyuncaq olsaydı cidden bu olardı. Həm də bu çox Aydan vibe verir. Bu. Bir dənə də Hello Kitty'li stəkan var. Bilmirəm onu mu alım yoxsa bunu mu alım. Amma o birisi Hello Kitty daha belə yeni vibe'ındadır. İstəyirəm onu alım. Amma o qırmızı deyil, bu qırmızıdır. Keçən dəfə Alsu'na gəlmişik. Bunu göstərdim Alsu'ya. Dedim bu necədir falan, amma Alsu bilmirdi. Mən Aydana hədiyyə alıram. Və Alsu o qədər özünü inandırıb ki, mən Zərifəyə hədiyyə alıram. Deyirəm o Zərifə bu çəhrəni xoşlamaz. Zərifə ağ ala bilərsən, boz falan ala bilərsən deyir. Sabah qrupda yeni şənliyindəyik. Hamıda bir mahnı oxumalıdır. Mən də bu mahnı oxuyacağam. Aldım. Vallahi de aldım, billahi de aldım. Elim o kadar doludur ki. Hem öz sumkam, hem 2 tane hediye. Hem hediyenin paketlemek için bakın bunu aldım. Hem de mamama ponçik almışam, onu aparıram. Dostlar, sonunda biz de yeni şenliği çetirdirik artık. İnsanlara biz storylerden baxıb "Aa, nə qəşəng yeni çetirdiler" falan deməyəcəyik. Çünki biz de yeni çetirdirik. Düz uşaqlar hələ yığışıb bura, biz hələ evdəyik, amma neysə. Saat 1'də orada olmalıydıq. Saat 2 keçdi. İndi Rəhlə ilə Alsu gəlib məni götürəcəklər buradan. Sonra biz gedəcəyik Neftçilərə. Bu arada orada Secret Santa'nın hədiyələrini verəcəyik. Çox maraqlı irəliləyir. Çünki mən cidden bilmirəm kim kimə hədiyyə alır və bu daha belə onun heyecanını qoruyur da. Öz güzelim hədiyəmi də qara klipə qoymuşam ki, hədiyyəni verənə qədər bilinməsin, o kimə verirəm. Bak canım benim, bu dünyada 2 şeye zaafım vardır. Birincisi paradır. İkincisi de paradır. Bizim kırgın. Bu hədiyənin sahibi sizdə kimdir, təxminləri alın. Rəhlənin Xədicə. Alsu. Sizin kimdir? Bilmirəm, mən də Ceyladır. Sizdə bəndə kimdir? Mən qaldım. Zərifə. Görürsünüz dostlar. Hətta bedirəcək. Şu tam Aydandı, tam. Mamam özü şəxsən hədiyyə elədi. Ad Muraddır deyib. Sağ ol, Natrolda. Ceylanın mənə aldığı yox, aldıqları. Şeyləri. Başlarına xoşum gəlir. Çok geçmeydi. Bu görmüşsün değil mi? Kız bu ne bir beden?
da baxmışıq. 2 il əvvəl. Başa vurursan, mən tatlı göründü. Həm sadə, həm tatlı. Çox təşəkkür ederim. Ege sen. Bunun bantikləri yox idi. Bantikləri olacaq. Bu bantik heç görünmür. Ve Aydan dedi ki evimde bir tane rakı yiyeceğim. Oraya sıçanları koyacağım. Oraya koyarsan beni hatırlarsın. Bayağı abartmışam. Ben belə toya gedərəm. Bu nədir? Bu gün dekabrın 30-udur və tik bir qrup açdı. Dedilər bir yığışaq ürəyindən keçənlər. Yeməklər hazırlasınlar, gətirsinlər. Biz də indi oraya gidiyoruz arkadaşlar. Və mən də hazırlamışam. Klasik olan pizza böreği. 50 dənə deyilən pizza böreği eləmişəm, amma onun 25 dənəsini aparıram. 25 dənəsini evdəşlərə verdim. Dırnaqlarıma bir də baxın. Qatar bura yox. Bura gəlirmiş. Cunların tiramisusu üstünde dava düştü. Düşünün vilkamız falan yoktu bu qutarı. Vilkamız olsa... Ben elə belə yeni il görməmişdim. Bəli. Nə? Sok var. Bizim vagonlarımız gelmiş. Deyirlər ki 3 ilə içəri şəhərdən buradan da bir dənə qatar yolu çəkəcəklər. Bir de bu qatarlar görməyənci yerə düşünürəm. Ücə bunlar girdilər. Hələ 4 dəqiqə var. Ücə bunlar 2026'dadılar. 2026 hepimize düşərli olsun. Çok mutlu olan. Deyək ki 2026'nı qutaranda. Vay be, ne ildi be. Biletləri dağıldı. Hələ buralarda var. Deyəsən ne girdi 2026'ya? İmtahan suallarını hazırlamaq gözlədiyimdən daha uzun çəkdi. Saat 3'də başlamışdım. Saat 8'dir. 5 saatdir. 6 dənə sualı mən hazırlayıb qutara bilmədim. Stranger Things bitdi. Saat 8'e işləyir və mənim 2 gündür ki, yeməyim, içməyim, havam, suyum Stranger Things olub. İstəyərdim qarşımıza çıxım deyim ki, uşaqlar, informatika bitdi, məntiq bitdi, amma bitməyib. Gecə o qədər başıma ağrıcıydı ki, heç bir şey oxuya bilmədim. Uzanmışdım yerimdə oxuyum informatikanı, davam edə bilmədim. Yatmaq istədim, yata bilmədim çünki başım çox ağrıyırdı. Tətildən əvvəlki son dərsimizdə müəllimə dedi ki, sizə çox tapşırıq verməyəcəm və dincəlin dedi. Dedi, mən düşünürəm ki, bu öyrənmək yolunda, öyrənmək qədər, dərs oxumaq qədər dincəlmək də çox önəmlidir və dedi, çalışın bu tətil boyu heç bir şey oxumayın, öyrənməyin. Dedim, dincəlin. Bu mənim beynimə çox oturdu, acaba niyə? 4 günümü və 5 günümü qəşəng dincəldim, heç bir şey fikirləşmədim, beynimi belə işlətmədim. Hər zaman yaptığım şey. Və anidən oturub 6 saat dərs oxumaq, 6 saat boyunca kompüter ekranına baxmaq. Düzdür, Stranger Things'e baxanda heç başım ağrımadı, amma bu dərs şeyi bilmirəm, başımı çox ağrıtdı. Tətil bitdi, yeni il tətili bitdi, çox bitməzdi. Tətil eləmək çox yaxşı bir şeydir və mən uzun zamandan sonradır ki, özümü tətil eləyən kimi hiss elədim. Dedim, tətil elədim yəni. Peşmanam mı? Deyiləm. Nəysə, ümid edirəm ki, hamı üçün yeni il tətildə çox qəşəng keçmişdir və inşallah 2026-cı il qəşəng bir il olar. Nədənsə ümidliyəm mən 2026-dan. Heç bir ilə qarşı belə bir hissim yaranmamışdı, amma 2026-ya qarşı nəsə belə qəşəng bir hissim var. Hadi bakalım. Və baxıram, A, bunun bu səhifəsində 32, bu səhifəsində 32 demir. Bunun bir dənəsi oxşudur. Ona görə də... Alsı bomboş qatar gördü. O qədər sevindik. O anlar görməliydiniz də. Bunu
Mersin yürüyüşündə iki dənə motosiklet gördük. Biri Bardovo, biri Qaren'den. Dedim bu kimindim? 3 dəfə versin qabağa. Özü düz bak belə ya, düz bura qoyublar elə bir. Burada Yola motosiklet. koymuyorlar ama o tarafta yol yok, bura koyuyorlar. İnsanların gittiği yer park ediblər. Dedi gedib başa salaq, başa Burada tapabildiler kimindir ben? Sadece yani şey demek. başa salaq ki, yəni bura park yeri deyil. Sırtızlığı veriyor. Uşaqlar. Çünkü çizgilenmenlik tapşırığım var. 4. gün imtihanım var. Bazen sınavım var. O bir hafta da imtihanım var. Blogumuzda gözlənilməyən temalar baş veriyor. Bu 13'e qeydiyyatdan keçmişdim könüllü olmaq üçün. Bütün dostlarıma gəldi könüllülük üçün şeymə. Bu qədər qəşəng görünürəm, düzün deyin, nə olar. Bütün dostlarıma gəlmişdi bu üçün təsdiq. Mənə amma gəlmədi. Mən də əlimi üzdüm. Hətta unutmuşdum yəni bu gözlədiyimi bu sabah. Az öncə Bufdan məni intervyuya çağırdılar. Intervyuya. Vlog çox dolu oldu deyə. İmtahandan çıxdıq dostlar. Bu imtahana hazırlaşanda məni ümidləndirən çox şey oldu. Ki 50 ola bilərəmmi acaba? Amma başaramadık. Amma 40 plus gələrək məncə bir 80'im falan var. 31 istəyirəm. Baxın bu da üniversitemizin həyatı. Neydi? Ayın 15'i saat 4. Misyondan sonra rahatım. Tam dedim eve gedim, yattım, dincəlim. Bir də informatika qrupuna girdim, gördüm ki, müəllim bir kamaz tapşırıq verib. Mən yatasıya. Realiya sevərlənlər bazasının səhv fikirləri tap. Bax, keçən dəfə işlədiyiniz qəbul testindən Yenə imtahana gedirik. Yenə vəziyyət kritikdir. Sonra yazılı imtahanlarımız kurtardı. Ondan sonra ansat test imtahanlarına hazırlaşacağıq. Tap 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 tap. Kapıda kim var? Bir gün qalmış mən hazırlaşdım hamısına test yəni. Onda da ilcini hak eləmir. Qat qalmağa gedirəm. Kursda dərs keçəndə video çəkə bilmirəm. Çünki müəllimlər bizə sınağı lətdirir və o sınaqları lətdirəndə telefonlarımızı yığırlar. Yəni dərsə girəndə telefonlarımızı qoyuruq. Bir dərsdən çıxanda götürürük. Onun üçün də video çəkə bilmirəm. Amma evdə də oxuyuram mı? Oxumuram. Oxumamağımın səbəbi nədir? Çünki çətin final imtahanlarım var idi. Dünən qurtardı. Artıq magistra odaqlana bilərəm. O qədər qarışıq bir vlog oldu ki, bu 13'də könüllü olmaq üçün müsahibəyə gedirik. Gözləmirdim. Bu vlogun bu qədər qarışıq olacağını da gözləmirdim. Amma çox qarışıq oldu. Yəni mən bu bir sehir deyil. Yəni günlərim çox monoton keçir. Amma vlogu başladıram. Aniden həyatımda elə çox qarmaqarışıqlaşır və dəyişikliklər olmağa başlayır. Nəysə, gecikməyim deyə çıxıram indi evdən, gedirəm o bufun yerini tapmağa. COP29'da könüllü olanlar üçün aslında çünki həmin yerdəymişəm, amma oraya getməmişəm, onca bilmirəm hələ. Tapdım uşaqlar. Uşaqlar müsahibədən çıxdım. Çox tez keçdi elə bil. O da ki mən qəbul olmadan bilmirəm. Mən 1 saat 30 dəqiqə sonradır kursun. Onun üçün də fürsətdən istifadə edəcəm və nə edəcəm? Şu anda bulvardayam. Gedirəm Nizamiyə və Nizamidə nə alacağım? İp, sap, nə bilim nə deyirlər ona? Bir şey toxumaq üçün olan sap ya da ip. O derece məlumatsızam. Və nə üçün? Hal-hazırda fevralın 15. Hal-hazırda yanvarın 15-idir, bismillahirrahmanirrahim. Orada magistr imtahanından son bir ay. Hal-hazırda yanvarın 15-idir. Və fevralın 11-i benim canım arkadaşım Eydanamın ad günüdür. Və mən onun üçün öz əllərimlə bir şey hazırlamaq istəyirəm. Nasıl edəcəm? Nədir ki ona da? Böyle ədyal kimi bir şeydir, ortasına tutup qaldıranda gül buketi kimi olur. Onu eləmək istəyirəm, amma
Hardansa almaq ya da kimisə düzəltdirmək istəmirəm. Özüm toxumaq istəyirəm, özüm ürəyim toxumaq istəyirəm. İnşallah fevral 11-ə qədər çatdıraram. Çünki həm final imtahanları, həm aydan ad gün üçün bunu hazırlamaq, bir şeylər hörə bilən insanlar üçün bu çox asan bir şeydir. Amma mən heç bir şey eləməmişəm indiyə qədər, heç vaxt eləməmişəm. Düz hörməkdən başqa nə deyirlər? Ona hörmək deyirlər, nə deyirlər? Toxumaq. Düz toxumaqdan başqa heç nə bilmirdim də. İncədirəm almağa. Burada hara getdiyimi də bilmirəm, yəni. Video çəkmək üçün xəritəni bağlamışam. Ayağım ara, başım dora gedir. Yenə Xədicə binanelər peşində. Amma iplərin fərqi var imiş. Mən dedilər bu ipi eləsəm belə olacaq, o ipi eləsəm olacaq. Çox başım qarışdı. Bu siz nə məsləhət edirsinizsə onu götürün. Nə düşünürsün bu yazıqlığımız haqqında? Kursun rəhbərini yoldaşı mənlə danışdı. Mən dedim, sən bala gəlirsən, orada söhbət çığırından çıxdı. Nənəmin şagirdi, dayım oğlunun sinif yoldaşı çıxdı, orasını bilmirdim. Asasından anam sinif yoldaşı olduğumu bilirdim. Çok ucağı oldu. Anam 1.3 kilometre bir oy. Bu videoda hər şey var deyəndə zarafat eləmirdim. Bu videoda hər şey var. İndi biz gedirik Ceylanın grant tədbirinə dəstək olmağa, yardım göstərməyə. Siz də mən vlog atanda həyatım aniden belə rənglənəcək. Çox qəşəng aktiv şeylər olur həyatımda. Yolu axtarırıq. İnşallah tapacağıq. Düzdür, tədbir başlayıb amma tapacağıq. Industry sözü bir dənə yer olsaydı bura olardı cidden. Buranı tapdıq deyə çox xoşbəxtlik. Buraya yığışmışıq Ceyla xanımın şərabı. Heyecanlısınız Ceyla xanım? Baxın, bura hamısı Ceylanındır. Ceylanımızı bəyəndim. Wow. Bu da intellektual suallarımız. İntellektual değil bu arada. Senaryo. Olsun olsun. Artıq iştirakçılar yığılır. Mən də burada intellektual intellektualın cavabını yoxlayacağam. Yaz, davam elə. Elə bağlı. Oyun başlayanda açarıq. Bugün burada toplaşmağımızdan özü böyük mənəvi mənadır. Çünki biz bugün həm qəhrəmanlarımızın əmanəti olan övladlarının uğurlarını, həm də onların gələcək potensialını birlikdə qeyd edirik. Yuxum gözümdən axır. Yatmaq istəyirəm. Bugün heç qəşəng bir gün deyil. Çünki mən tikdən çıxdım. İndi evə çatıram. Saat 17:32-dir. 19:30-da informatikaya qoşulmalıyam. Windows'un suallarından yaza bilmədiklərimi müəllimdən soruşmalıyam. Çünki tapşırığı eləməyi unutmuşdum. Daha sonra biz bu həftə Alsu ilə 2-ci gündə, 5-ci gündə ingilis dilini getmədik. Dedik, onsuz da həftənin axırı müəllimə o həftə keçdiyimiz şeyləri bir də təkrarlayır. Həftənin axırı qoşulub baxarıq dedik. Bazar günü yəni. Müəllimə də 16-cı günə saldı. İnformatikanın ingilis dili toqquşur, mən nə edəcəm bilmirəm. Hypertext transfer protokol. Deməli, hipermətn ötürülməsi C variantı. www internet xidməti. Biz nə yeraltı keçiddəyəm. Bomboşlu səsim echo verir. Cidden echo verir və bomboşdur. Biraz beynimdə fantaziyalar, senaryolar falan qurdum güya. Şəhər tərk olunub falan. Nə qəşəng mahnı gedər deyə orada. Yaddaşımda yeri boşaltmış kız neşəsi. 44 dəqiqəlik yaddaşım var. Necə mutlu olduğumu siz düşünün. Bu arada dikkat ederseniz özüme torka kəsmişəm. Ama belə pis göründüyünə baxmayın. Təzə çıxıb Bigudidən birazdan qəşəng oturacaq. Bugün ayın 28-idir və biz Cəlacıda qonaqlığa gedirik. Yeni, mötərizə içərisində yeni olmayan, artıq yeni sayılmayan ev gördüsünə gedirik. Amma ondan əvvəl bir dənə
imtahan zalına deyib qayıdacağıq. Son imtahanımızdır. İmtahana 1 saat qalıb və mən sadəcə 100 sual oxumuşam. Videonu bağlayıram, yeter artıq kəsiləcəm yoxsa. Yolda ancaq sual oxuyacağam. Böyük ehtimalla da təkrar getməyə də vaxtım qalmayacaq. Denən səninlə bir sualları qutar, ondan sonra təkrar fikirləşərsən. Sual imtahandan çıxdı. 350 sualdan sadece 180 sual okumuştum ve 48 yazdım. 50 soruda 48 yazdım. Şimdi geliriz cevacılar. Bismillahirrahmanirrahim. Özüm yıkılırdım ama. Hadi kapat. Ya burçuyor. Her yerde gospa. Bagajda tutturdular bizi. Neyse. Canınız sağ olsun. Canım arkadaşlarım. Şimdi geliriz Yalan'ın nefis yemeklerinden yemeği, eğlenmeyi, kız gecesi. Altın günü ediyor. Yine bir. Çok altın günü vibe'ı verir. Nəvəsi var, boşum. Deyir, bəs kimlərlə evləşirik? Deyir, yox. Deyir, bəs gedib Naxçıvanlı gilər, mənim ailəm. Naxçıvanlardan istəyib ki, mənim oğluma nə bilim, maşın, ev, sıfır, hər şey verir. Gelinim mutfakta, gelinim mutfakta. Bunun kadar mutlu bir an. Ceylan'ın oda turu. Biz bu şekilde Ceylan'ın ad günü için hazırlanmıştık ve tortunun üstüne koymuştuk. Məşhurdur. Hə. YouTube video çəkir. Qoca ya. Hə. 50 yaş üstü. Hə. Yaşlıyam. Orada. Yaşlı deyil, orada. Nə yaşını bilirsin? Azərbaycanlıdır. Məşhurdur. Müğənnidir. Musiqiçidir. Oyuncuyum. Yox. Aktrisa. Yox. Oğlan da dedim. Musiqicidir. Yox. Aktyordur. Kim qalmış başqa? Orta yaşlarda. Hə. Azərbaycanlı. Məşhuram. Orta yaşlıya. Hə. Məktəbdən eğitim mənim. Tanıyıram. Müğənniyəm. Yox. Aktyoram. Yox. Amma üçü də eyni oynayırlar. Yox, xəcəl nəzər düşmür. Məncə xəccəli. Mən də xəcəl düşmür. Məncə də xəcəl Latin oynayır. Göbək əksəm. Zeynət mühadisi falan. Məncə xərcə daha. Məncə də xəccədir. Çörək. Gödək. Yo yo. Çörək. Görəsin. Soyuducu. Koruyucu. Soyuducu. Pərdə. Məktəb. Eşitmirəm. Yemək. Evsiz. Yeməkxana. Tasvir. Kemança. Pas. Kemança. 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 Bir dənə. Mü. Tə. Şaftali. Ağzı aparatımı yaxşı işlə. Necə başa Heca. Herkese yeniden selam. Bugün ayın 29'udur. Devranın ikisi olan Gençler Günü'ne həsr olmuş konser programı olacaq üniversitede. Ona gedirik. Biz dedik ki 13:50'de İnşaatçılar metrosunun qabağında olacağıq və 13:50 tam 13:50'de İnşaatçılar metrosunun qabağındayıq. Bu qədər dəqiqlik, yəni dəqiqliyimizdə söz ala bilməz. Mən demişdim ki, mən bloqa başlayanda mənim həyatım çox
Necə olur? Dolu olur. Hal-hazırda birisi sara gəlmişik. Yakın Gənclər Günü üçün getirdiyi yeməyə. Yılır cənnətə saldı soyduzda. Ve birdən-birə gelişən bir olaydı. Heç planlarımızda yox idi da. Samirə sağ olsun bizə təklif etdi. Biz də bilirdik ki, qəbul eləyəcəyik. Hemen qəbul elədik. Dənizə havada dərsə getdiyimizə baxın. Belə hava olmur. Özümü bir qarş şəxsi içində hiss edirəm. 4 bucaqlı təkərləmə versiyası sürə bilərsən? Getməz özün belə fırlanmaz, çətin. Oyunu təsrif eləmiş olsa, 3 nəfər doğru danışar desəm, misal bitir. Kim çatdırılır mı? Dolu yağmurla kursa gedirəm. Özümə kursuna. Taşırığın yazmadığım ingilis dili kursuna. Neçə saatdır dərs oxuyuruq bilmirəm. Hesablamağı da ərinirəm şu anda. Beynim heç də hesablamaq istəmir. Amma sizə deyim, harasa bir 325 dənə falan informatika sualına baxdıq, təkrarladıq. Nədən bir şey öyrənmişəmdir. Amma nədənsə nə qədər şey oxusam da özümü öyrənmiş kimi, yol qət eləmiş kimi hiss eləmirəm, bilmirəm niyə. TikTok çəkirdim deyim, amma məni gözləmədən getmək istəyir evə. 58 saniyəni boş verim. Sonra əlavə dərsə gəlmişik. Mən də bu dərsdə məsələləri 2021-dən 2025-ə qədər nəzəri suallar izah edəcəyik. Mənim 2 gün təklif eləmişdim. Mənim bütün qrupları bu gün gəlməyi seçirlər bizim kimi. Otağa baxın. Ve tada! Kursa gəldim və əşyalarımı burada koydum. Və informatika otağımıza, 4-cü otağa qoyulmuş əşyalarımızı. Bu manifest elədim ki, informatikanı səhvsiz yazacağam. Ne kadar inanarak boş konuşuyor görüyor musun? İmtihana gedirəm. Rahatamlı deyiləm, biraz stresliyəm amma hər şey yaxşı olacaq. Uşaqlar, mən axırıncı dəfə imtihana gedirdim. Bu videoda son dəfə salam dostlar, necəsiniz? Bu gün ayın 21-idir. Amma hansı ayın? İyulun. Mən axırıncı dəfə imtihana gedirdim. Fevralın 15-i idi, səhv eləmirəmsə. Amma çox ayəmdə idi bir-birinə və mən video çəkmək hayalında olmadı. Bu videoya da baxanda, videonu hazırlayanda videonun sonunun olmadığının fərqinə vardım. Neçə bal yığmışam, hal-hazırda planlarım nələrdir? Heç birini videoda deməmişəm və demək istəyirəm ki, bu məlumatlarda itməsin. Bu il çox qəribə bir il oldu. Çünki bu il deyim 3 dəfə imtahan keçirdi qəribə bir şəkildə. Mən 3 imtahanın 3-nə də girmədim. Birinciyə bir də ikinciyə girdim. Üçüncüdən heç yəni qeydiyyatdan belə keçmədim, gərək duymadım. Çünki artıq özümə pis təsir edirdi. Mən birinci imtahandan 77 bal yığaraq çıxdım. STM-də 4.5 bal gəldi və 81.5-ə tamamlandı. Mən dedim ki, məndə bu potensial varsa, mən niyə ikinci imtahana hazırlaşmıram? Və bir ay mı, 2 ay mı arada, fevralla may arasında da ay var, bilmirəm. Fikirləşmək istəmirəm şu an. O qədər müddətdə mən ikinci imtahana da hazırlaşdım. Balımı aşağı saldım. Ya ne anladın? Ne anladım? Yürüdün, ne anladın? Aşağı düşdü də, neyini bilərəm, canımız sağ olsun. 81.5 birincidən yığdım. İkinci imtahandan da 79.5 yığdım, yəni 2 bal aşağı saldım. Bundan sonra mənə belə falan göstərməyin, mən travma oldu. İkinci imtahanda da hava şəraiti o qədər pis idi. Yəni mənim içəri girəndə üstümü yoxlayan qadın can vay deyə üstümü yoxlayırdı. Yəni o dərəcə pis bir havada getdik və mən
başdan aşağı suydum. Yenə də o imtahana girdim, yenə də o imtahanı yazdım. Mənim tək problemim məntiq oldu və ikinci imtahanda artıq vaxt çatdıra bilməməyim oldu. Sizə bir tövsiyə, yəni dərslərə hazırlaşdığınız kimi oturun, vaxt bölməyə də hazırlaşın. Onu da ayrı bir dərs olaraq görün. Çünki mən ingilis dilimi də getdim, artırdım, informatikamı da artırdım. Sonradan Essen cavabı çıxdı və mən Essedən 5 almışdım. Esseni belə artırmışam. Amma məntiqdən 5 bal deyəsən aşağı saldığıma görə mənim ümumi balımda 2 bal azaldı. Yoxsa yəni heç olmasa 2-3 bal artırıb 83-84 da ala bilərdim. Belə yəni kursun elədiyi bütün sınaqlara getdim. Yəni elə bir sınaq olmadı ki, orada kursda təhsil aldığım müddətdə elə bir sınaq olmadı ki, mən o sınağa getməyim. Bilməsən də getdim. Bunlar da o günlərdən xatirə. Bir xatirə qaldı sən. Vlogda biraz çox odaqlanmıram kimi, daha çox əyləncəmdəyəm kimi olurdu. Amma elə deyil. Yəni çox oxuyurdum, bayağı oxuyurdum. Deməli ki, axmaq bəs deyilmiş. Biraz da axmaq lazımmış deməli. Zubi zubi zu. Zubi zubi zu. Zubi zubi zu. Sonra xəbər çıxdı ki, 3-cü imtahan olacaq. Fikirləşdim, amma ən çox da fikirləşmədim və girməyəcəm dedim. Girsəm eləyərdimmi? Yetər, bunu düşünmək istəmirəm. Həm də final vaxtlarıma falan düşürdü. Təcrübə, hamısı qarışmışdı bir-birinə. Onun üçün də dedim ki, lazım deyil. 81-i yığmısan, öp, başına qoy, otur qıraqda dedim. Və elə də elədim. Bu gün ayın 21-idir və ayın 20-si ilə 26-sı arası seçimlər olacaq və mən təbii ki, yenə UNEK-i seçəcəm. Yəni bu 21 illik həyatımda verdiyim qərarlar var. UNEK heç vaxt peşman olmadığım qərarlar siyahısındadır. Yaxşı ki, UNEK-i seçmişəm. Bir dəfə də UNEK-i seçəcəm. Nəysə, fevraldan bu yana mən məzun oldum. İstədiyim sahə haradır, onu tapdım. Belə bir vlogun daha sonuna gəldik. İnşallah daha çox güldüyümüz, daha çox əyləndiyimiz və həyatımızın daha çox dolu-dolu keçdiyi vloglarla yenidən görüşərik.